Mən Samir Əzli. Bu gün sizlərə Instagram açmağın yolunu öyrətəcəyəm. Birinci daxil oluruq Instagrama. Burada rusca yazılıb. Mən rusca bilmirəm, amma bu işarəyə daxil oluruq. Burada nəsə yazılıb, ora bir əmal yazırıq. Və burada başqa bir söz gəlir. Burada rusca bilənlər özləri bilər, amma mən rusca bilmədiyim üçün yazıram. Buradan birini seçirik və yenə də basırıq. Bura parolumuzu yazırıq. Bu parolu görünməz elədim. Yox, görünməz deyil. Və irəliyə düyməsinə basırıq. Buradan bu sözə basırıq. Qabaq dağını seçirik. Bir də dağını seçirik. Buna yəni Instagramda məşhur olan insanlardır. Bunu basırıq. Gördüyünüz kimi səhifə açıldı. Burası sizin səhifənizdir. Buradan şəkil seçib qoymaq olar. Sonra burada sizə gələn məlumatlardır. Yəni ki, necə başlayalım? Sizə yəni like verilibsə, sonra sizə takipçilik atıblarsa, yəni sizi takip eləmək istəyiblərsə, bunlardır. Və yorumlar, belə deyək də, elə bir sizin şəklinizə öz fikrini bildirir. Burada istədiyiniz adamı axtarırsınız. Şəkillərdir. Bu da məşhur insanların şəkillərdir. Yəni, nətər deyim sizə, başlayalım. Yenə dediyim kimi, Instagramda məşhur olanların şəkillərdir. Buradakı elə bil takipçilərinizin şəkilləridir. Sağ olun. Abunə olmağı da yaddan çıxarmayın.